Plastik qablar hormonları poza bilərmi? Bu cümləni yəqin ki, çox eşitmisiniz. Bəziləri düşünürlər ki, plastik tam zərərlidir. Digərləri isə bunun sadəcə şişirdilmiş bir qorxu olduğunu düşünür. Həqiqət isə nədir? Bugün bu haqqda danışacağıq. Bugün sizə öz fikrimi həkim endokrinoloq kimi izah edəcəyəm. Plastik həqiqətən hormonlara təsir edirmi və bu risk nə qədər realdır? Əvvəlcə əsas anlayışı izah etmək istəyirəm. Bəzi plastiklərin tərkibində olan maddələr, xüsusən də bisfenol A, yəni BPA və ftalatlar endokrin disruptor, yəni endokrin pozucular olaraq qiymətləndirilir. Bu o deməkdir ki, onlar orqanizmdə hormonal sistemə müdaxilə edə bilər və xüsusilə də estrogen hormonları ilə qarşılıqlı təsirə girə bilər. Bu mexanizm laboratoriya və bəzi epidemioloji tədqiqatlarda xüsusən qeyd olunur. Amma burada çox vacib bir fərq vardır. Laboratoriyada göstərilən təsir ilə real həyatda və gündəlik həyatda olan ekspozisiya eyni bir şey deyil. Sual da budur ki, bizim gündəlik istifadə etdiyimiz plastiklər bu təsiri yaradacaq qədər güclüdürmü? Beynəlxalq təşkilatların yanaşmasına baxaq. World Health Organization və Endocrine Society bildirir ki, bu maddələrin hormonal sistemə qarşılıqlı təsiri mümkündür. Amma risk doza və ekspozisiyadan asılıdır. Yəni prinsip çox sadədir. Doza təsir müəyyən edir. Həmçinin normal gündəlik istifadə zamanı və düzgün istifadə zamanı bu maddələrin orqanizmə keçən miqdarı adətən çox aşağı səviyyədədir və birbaşa klinik xəstəliklə əlaqəsi hələ də sübut olunmayıb. Amma bu o demək deyil ki, risk sıfırdır. Risk həmişə vardır və risk müəyyən hallarda arta da bilir. Məsələn, plastik qabları qızdırdıqda bu maddələrin qidaya keçmə ehtimalı daha da yüksəlir. Mikrodalğada plastik qabdan istifadə etmək, isti yeməyi plastik qabda saxlamaq və ya günəş altında qalan plastik şüşələrdən su içmək bu riski daha da yüksəldə bilir. Eyni şəkildə köhnəlmiş və zədələnmiş plastik qablarda daha çox bu maddələri, BPA və ftalatları ifraz etməsinə səbəb ola bilər. Və bu səbəbdən də tövsiyəmiz odur ki, panika etməyin. Sadəcə düzgün istifadəyə nəzarət edin. İndi isə daha vacib olan başqa bir məqama baxaq. Bu mövzu mediada çox vaxt şişirdilə bilər. İnsanlara elə təqdim olunur ki, sanki plastik istifadə edən hər kəs hormonal pozuntu yaşaya bilər. Bu doğru deyil. Çünki təəssüf ki, gündəlik həyatda plastik qablardan istifadəmiz demək olar ki, mümkünsüz olub. Amma digər tərəfdən də heç bir risk yoxdur demək də elmi olaraq düzgün deyil. Düzgün yanaşma isə balansın qorunmasıdır. Endokrinologiyada biz riskləri sıfırlamırıq. Biz onları minimuma indiririk. Buna görə də praktik tövsiyələrə əməl etmək lazımdır. Bunlar isə çox sadədir. İsti qidaları plastik qabda saxlamayın. Mikrodalğalı sobada plastik istifadə etməyin və mümkün olduqda şüşə və ya metal alternativlərdən istifadə etməyə çalışın. Köhnə və ya zədələnmiş plastik qabları mütləq dəyişin və ən vacibi də bu mövzunun həyatınızın mərkəzinə salmayın. Daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Çünki hormonal sağlamlığa təsir edən əsas faktorlar təkcə plastiklər deyil. Həmçinin hər zaman vurğuladığım kimi qidalanma, yuxu, stress və fiziki aktivlikdir. Və bütün bu problemlərdə yalnız plastik qablara atmaq düzgün olmaz. Əgər siz əsas faktorları nəzərdə saxlamırsınızsa və sadəcə plastikdən qaçmaq üçün çalışırsınızsa, bu sizə real fayda verməyəcəkdir. Sonda isə demək istəyirəm ki, plastik tam təhlükəsiz deyil, amma o qədər də şişirdiləcək də bir deyil. Əsas məsələ qorxu ilə deyil, məlumatla qərar verməkdir və riskləri sıfıra endirmək üçün düzgün istifadəyə və digər metabolik göstəricilərə də diqqət etmək vacibdir. Özünüzə yaxşı baxın, bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.